Gəldiniz, elədir ki, ancaq sol tərəfdə, sağ tərəfinizi üstə onu mən istəyirəm. Neçə yaşın var? 36-nın içində. Bu ağrı əsəbləşəndə çox olur, yoxsa fiziki işlə məşğul olanda çox olur? Nə vaxt çox olur ağrı bu ağrılar? Fiziki işlə məşğul olanda demək olar ki, elə bir ki, elə istəyirəm azalır. Ən çox, yəni bu əsəb stres belə keçirdəndə görsəm, onda daha da çox istəyirəm. Hə, çox sağ ol, çox təşəkkür edirəm. Ayrılaq, mən sizə cavab verim. Təbii ki, bu dediyiniz ürək nevrozuna uyğun şikayətdir. Ağrıların gəzməsi, sağ, sol tərəfdə yuxarı, aşağı, sol qura, kürəyə, çiyinə. Mən niyə sizdən soruşdum? Əgər ağrılar fiziki iş zamanı əmələ gəlsəydi, deyəcəkdim ki, o ürəyin işemik xəstəliyidir, stenokardiya, gərginli istenokardiya, döşünün ağrıdır. Ancaq siz dediyiniz fiziki işlə məşğul olanda bu olmur, əksinə əsəbləşəndə daha çox olur. Bu ürək nevrozudur. Onun valerian kökü dəmləyib qəbul edərsiniz. Elə bu mumyandan göstərdim bayağı, mumyan qəbul edərsiniz. Sonra damotu dəmləməsi qəbul edərsiniz. Ancaq köhlü müalicə üçün, diaqnozun daha dəqiq qoyulması üçün, ola bilər bəzən görürsən, qarışıq xəstələrin, məsələn, onu həm ürək nevrozu var, həm zob xəstəliyi var yanaşı olaraq, ürək nevrozu var yanaşı olaraq, migren var, baş ağrısı. Yəni, mütləq o aydınlaşdırmalıdır. Onun üçün də görürsünüz telefon nömrələrini, mən əlaqə saxlayayım və Allahın köməyi ilə kömək eləyəcəm sizə. Narahat olmayın.